Salam, hər vaxtınız xeyir olsun. Bugünkü buraxılış imtahanının qrammatika suallarıdır. 27-ci sualda deyir ki, şəxs əvəzliklərinə aid düzgün fikirləri müəyyən eləyin. Şəxs əvəzlikləri kəmiyyətcə tək və cəm olur. Bir düzdür. Üçüncü şəxsi bildirən əvəzliklər insan və heyvan, cansız əşyalara aid olur. Üçüdə götürürük. 5-də deyir, mən və biz əvəzlikləri yəlik şalda digər əvəzliklərdən fərqli şəkilçilər qəbul edir. Bu da düzdür, mənim və bizim olur. Düzgün cavab burada 1, 3, 5-dir. Elə dostumuz düz götürüb. 28-ci sualda deyir, düzəltmə sözlər sırasını müəyyən edin. Burada da elə D variantı doğrudur. Ölçülü, qayğıkeşlik və bağlantı sözü. Cavab olacaq D variantı. 29-cu sualda havanın təmizliyi sağlamlığın birinci şərtidir. Burada havanın təmizliyi sağlamlığın birinci şərtidir. Nə sağlamlığın birinci şərtidir? Havanın təmizliyi. Mübtədə artıq burada ismi birləşmə ilə ifadə olunubdur. Burada cavab olacaq C variantı. 30-cu sualda getmək istəyirdim, ancaq o israr etdi. Deyir, tərkib hissələri bağlayıcı ilə bağlanmışdı. Bir doğrudur, ancaq burada bağlayıcıdır, biri götürürük. Həmcins xəbərli sadə cümlədir. Xeyr, mən istəyirdim, o israr etdi. Həmcins xəbərli deyil, tabesiz mürəkkəb cümlədir. 3-də deyir, yanlışdan yanlışı götürməliyik. Tərəflər arasında bərabər hüquqlu var. Bəli, tabesiz mürəkkəb cümlə zaten bərabər hüquqlu olur. 4-də deyir, tərkib hissələrindən biri şəxsi cümlədir, xeyr, hər ikisi müəyyən şəxsli cümlədir. Yanlışın altından yanlış götürürəm deyə düzgün cavab olacaq 1, 4. 31-ci sualda ələyim sözündə bitişdirici samitin işləndiyini nəzərə alınsa, hansı fikir doğru olacaq? Əgər belə olsa, bu artıq Y bitişdirici samit olacaq. İm şəxs sonluğu, A ədə şəkilçisi. İndi deməli, baxırıq, deyir, 2 leksik, 1 qrammatik şəkilçisi, xeyr. 1 gedir, əvvəlində mənim əvəzliyin işlənə bilər. Xeyr, bu mənim yox, mən ələyim. Feil kimi düşünəcəm mən bunu. 1, 2 gedir avtomatik. Elə cavab qalır 3, 4, 5. 32-ci sualda hansı cümlədə bütün sözlərin yazışı və tələffüzü fərqlidir? Qonaqlar gələcək. Bu da düzdür. Cavab D variantı elə. 30-da icbar növ. Ütülət, mişarlat, möhürlət. Elə düzgün cavab. E variantı olacaq. Burada T şəkilçisi, icbar növü şəkilçisidir. Dır və T. 34-cü sualda. İndi yəni 33-cü sualda T idi. İcbar növü şəkilçisi. 34-cü sualda deyir, hansı nömrədə iki söz yalnız xitab kimi düşünülə bilər? Burada yenə D variantı ilə doğrudur. Lalə, Əhməddə, Uğurda hesabat hazırlasınlar. D variantı götürür. Əhməd də Uğurda sadalama, intonasiyası və iştirak bağlayıcılarından işlənibdir. Daha sonra 35-ci sualda deyir, köməkçi intiqsələrin işlənmə ardıcılığı. Əlbəttə modal söz, lakin bağlayıcı, ancaq ədat. Elə düzgün cavab olacaq 1, 2, 4, düzdür. 36-cı sualda ismi birləşmək istəyir. Əsas tərəfə baxacam, əsas tərəfdə ikinci tərəfdə elə düzgün cavabda D variantı. Ellər yaraşır.